Salam əziz izləyicilər, bugünkü avtomobilimiz Toyota Land Cruiser 4.7 mühərrikə sahib. Yaxınlaş Səmət Omsa. Avtomobildə demək nə işlər görülür? Avtomobilə uzun müddətli qulluq olunmur, sveçalar bərbad bir haldadır. Farsumkalarını sökmüşük, farsumkalar yuyulacaq və zastonkasından bəllidir, yəni bunun bərbad bir halda olunması. Bura baxın. Görün su kanalına nə gelib zastonkada. Bax, bu əziz izləyicilər, motorda germetikanın çox işlənməsinə səbəb. Bax, görürsünüz, bax germetikadır bax bunun içi. Germetika gəlib dolub zastonkanın su kanalına. Ümumiyyətlə heç deşik yoxdur. Bura baxın, bax diqqətlə baxın, görünür, görünmür bilmirəm. Bərbad bir haldadır. Motora vurulan germetika gəlib dolub zastonkanın su kanalına. İnşallah avtomobil tam ideal bir şəkildə farsumkaları yuyulacaq, zastonkası yuyulacaq, yığılacaq üzərinə. Videonun sonunda da görərsiniz hazır vəziyyətini. Avtomobilin işi yekunlaşdı. Avtomobil sahibindən çıxmışıq test drive-a. Necədir qardaş? Fərq var? Süper. Maşın getmir. İnan Allah'a. Samolyotdur. Samolyotdur kardeşim. Şükür Allah'a. Eyvallah. Min şükür. Əvvəl pervoy idi, həm də çəkmir. Maşın gaz verirdin, motor deyirdin bir dəqiqə çıxıb düşəcək yerə. Xeyirli uğurlu olsun avtomobil sahibinə. Gözəl.